İndiki gənclər məncə şərq üsulunda evlənsələr daha üstündür ki, adət-ənənələr, xoş niyyətlər, xoş arzular hamıya nəsib olsun indiki gənclərə də. Ancaq mənim məsləhətim odur ki, şərq üsulunda evlənsələr daha məsləhətlidir ki, böyüyə, kiçiyə hörmət, ailəyə hörmət, ata-anaya hörmət ancaq şərq üsulunda olar. Bu problem haqqında fikirlərim bu yöndədir ki, əlbəttə ki, şərq üsulu daha uyğundur. Çünki bizim mentalitet çox böyük problemlərdən əslində bizi qoruyur. Yəni, belə olmağı insanların nicahlarında gələcəkdə törə biləcəkləri xəstəliklərdən də aradan qaldırır. Yəni, bunları gözə almadan insanlar davranırlar. Yəni, bu bizim əslində bilmədən mentalitet hesab elədiyimiz şey bizi gələcəkdəki problemlərdən qoruyur. Məncə əslində bu fikirləri haqqında biz özümüz təkcə bir nəfərin fikirlərini nəzərə almaqdan olmaz. Mənə soruşulsa mən də əslində şərq daha üstün tutardım, amma təbii ki, bütün adət-ənənələrlə birlikdə yox. Aydanın da dediyi kimi əslində bir neçə xəstəlikdən xilas olmanın yolları əslində bu mentalitet olaraq gördüyümüz şeydir. Mentaliteti tam olaraq pisləmək də olmaz, çünki bir çox təhlükələrdən bizi qoruyur həqiqətən. Amma qərb üsulunda bir neçə yaxşı yönlər var təbii ki, hər tərəfin olduğu kimi. Amma yenə də şərq üsulunda daha çox. Qərb üsulunda əslində bu qədər çox dinə bağlı olmamaq ya da dinə bağlı olmaq təbii ki, yaxşı bir şeydir. Onun şeyləri var. Amma böyüklərin getdiyi yoldan getmək yaxşı olsa da pis tərəfləri də var. Yəni hər kəs istədiyi, öz arzu elədiyi nikahı qeyd eləyə bilmir, onu həyata keçirdə bilmir. Bu qərb üsulunda əslində bunlar daha da göz alır. Yəni insanlar öz istədikləri kimi qeyd edir öz nikahlarını. Əslində məncə hərənin öz düşüncəsi vardı. Yəni kim istəyir qərb üslubu ilə evlənsin, kim istəyir şərq üslubu. Məncə insanların özündən asılıdır o. Yəni ki, yenə də burada nə Azərbaycan mentaliteti nədir ki, hansı bir mentalitet rol oynamır. Yəni mənim üçün də heç bir fərqi yoxdur da. Yəni ki, olsun qərb, onsuz evlilik eyni bir şeydir də. Yəni fərqi nədir hansı üsulla evləndin? Əsas o da evli həyatın xoşbəxt olsun. Öz üslubumuza üstünlük verirsə, nə qərb, nə şərq, mən hər yeri gəzmişəm. Öz, abırlı, hayalı, necə deyim sizə? Onlar başqa millətdir, onlar başqa bir mentalitetdir, onlar başqa. Uzağa getməyin, Rusiyanın özündə də başqa mentalitetdir. Öz üslubumuza, abırlı, hayalı. Mənim fikrimcə, tanış olmalıdırlar, biraz bir yerdə olmalıdırlar, xəsiyyətlərə uyğun gəlir, gəlmir. Bir də məhəbbət. Özünkünə verir, ətin yesə də sümüyün çölə tullamır. Atasından, anasından qorxur, deyir, atamın qardaşıdır, nə bilim kimdir, kimdir. Məcburi evlilik deyəndə belə görmüşük də, belə gəlib də. Hər ölkənin özünün quruluşu var, fundamenti. Məncə qərbə daha çox üstünlük verməlidir. Çünki ilk öncə cütlüklər bir-birlə tanış olmalıdır. Daha sonra da o yolda alındıra bilərlərsə, o işə gedib davam eləsinlər də, gedib evlənsinlər. Alındıra bilməzlərsə, yolun yarısında bir-birimizdən ayrılarlar da fiscə. Məncə şərq insanlar birinci tanımalıdırlar, bir-birini görməlidirlər. Əgər bir-birlərinə uyğundurlarsa, onda evlənərlər də. Çünki yaxşı ev evlənmək məncə düzgün sayılır. Düzgün yox, əslində hərənin öz fikri var, hörmətlə yanaşılmalıdır. Amma mən olsam birinci görüb tanıyıb sonra, ailələrin məsləhətindən sonra evlənmək.